hansı əlaqə var? Əlaqənin sayını göstər, neçə əlaqə var? Baxırıq ki, birinci biz nəyi tapırıq? Mübtədadan xəbər tapırıq, təbii ki. Nədir? Qalıb. Nə qalıb? Onun kitabı. Mübtəda xəbər tapdınmı? Birinci mütləq mübtəda xəbər tapırıq. Və mübtəda xəbər arasında hansı əlaqə olurdu? Uzlaşma. Doğrudur. Mən də bura yazım ki, onun kitabı mübtəda kimi xətt qoyun, xəbərlə qalıb. Burada uzlaşma əlaqəsi var. Uzlaşmada ox sağa çəkilirdi. Oxun başını qəşəng çəkmədim. Belə. Burada uzlaşma əlaqəsi var. Onun kitabı qalıb. Mübtəda xəbər arasında uzlaşma. Bir uzlaşma tapdım. Sonra ikinci və yaxud da üçüncü növü axtarın. Mənim ikinci növüm yoxdur, amma üçüncü növüm var. Onun kitabı. Üçüncü növü tapdımmı, onu parçalamalıyam indi. Onun kitabı parçalayayım. Biz bilirik ki, onun kitabı. Üçüncü növdə biz bildik ki, həm uzlaşma var, həm idarə var. Demək ki, uzlaşma kimi bunu bura qoyuram. Yazıram uzlaşma. Yəni ki, uzlaşma kimi bura əsas tərəfdir, kitabı aslı tərəfdir. Bir də axı üçüncü növdə idarə var idi. Demək, oxu belə çəkirəm, yazıram idarə. İdarədə də birinci tərəf aslıdır, ikinci tərəf əsasdır. Yəni, burada eyni söz, həm əsas, həm aslı tərəf kimi çıxış etdir. Sonra başlayıram, hansı sözüm qaldı? Bizdə qalıb. Bizdə hal şəkilçisi gördümsə, hansı əlaqə olurdu? İdarə, doğrudur. Demək, bizdə qalıb. Hal şəkilçisi xəbərlə əlaqəyə girir də. Baxıram, dadə hal şəkilçisidir, idarə. İdarədə oxu sağa çəkilir, üstünə yazıram idarə. Yəni, bu tərəf aslı tərəfdir, bu tərəf əsas tərəfdir. Mənim neçə əlaqəm oldu? 2 uzlaşma, bir üçüncü növ, bir də mübtəda xəbər arasında. Sonra 2 idarəm oldu. Bir üçüncü növü, bir də ki, bizdə qalıb. Dadə hal şəkilçisi var burada. İdarə əlaqəsi də belə.